Hər kəsə salam. Güvən nəşrlərinin əvvəlki illərdə keçirdiyi 9-cu sinif sınaq imtahanından sualların izahını bölüşəcəm. 8-ci suala gəlin baxaq. Deməli, bizdən possessive case, yəni ismin yerli halını istəyir. A variantında biz children's görürük. Kökündən dəyişməklə cəmlənən isimlərə s bitişmir. A yanlış. B variantında ing görürük. Cümlədə başqa feil yoxdur deyə bunun özü feildir. Yəni, yerlik hal deyil. B-ni də çıxdıq. Yenə ing gördük, başqa feil yoxdur, özü feildir, C-ni çıxdıq. Yerli haldan sonra very sözü gəlmir. Bu bizim qaydamızda D-ni çıxdıq. Cavab E variantı qalacaq. Teacher's bag, müəllimin çantası. Canlı təkdə olan isim və özündən sonra da birbaşa isim gəlib. 9-da san varlığı tək olan sözdür. Article olaraq the article ilə istifadə olunur. Cəhət adı isə tək verildikdə yenə the article ilə istifadə olunur və burada da həmçinin şərq, qərb. Günəş şərqdə çıxır, qərbdə batır. Play, musiqi aləti ilə verildikdə the article ilə istifadə olunur. Şahmat, futbol, voleybol, tenis, bu kimi oyunlarla verildikdə isə boş qalır. Yəni cavab olacaq D variantı. Tərcümə sualıdır. Lonely yalnız deməkdir. Belə ki, onlar özünü tez-tez yalnız hiss edir. Dostları azdır deməli. Much saymayan sözlə işlənir. Friends cəmdədir. Little də həmçinin. A lot of-la many çoxdur, few azdır. Cavabımız olacaq E variantı. Düzgün variantı seçin. Much water saymayan isim. A little water və of-dan əvvəl cəm isim a few bottles of water. Few water olmaz. Few saymayan isimlə işlənmir. Many də saymayan isimlə işlənmir. Düzgün variantı istəyir. 1-3-4 olacaq. Take care of the work. Deməli, bu xitab olan cümlədir. Xitabımız təkdədir. Xitab təkdədirsə yourself olacaq. Xitab olduğunu isə biz vergüldən bildik. Shoes cəmdədir. Və burada baxırıq ki, biz xəbərdən əvvələ əvəzliyin adlı halda olan növünü qoymalıyıq. Hər kəsi çıxaq, qaldı A variantı. Daha çox izahlar üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun.